Salam aleykum. Deməli bugün elmas xərcləmə seçəcəyik. Gördüyünüz kimi balansımızda 2213 elmas var. 2213 elmasa biz buradan geyimləri alışıq. Bizə ən vacib olan bu da geyimlərdir. 1, 2, 3, daha sonra bu 4. 4 dənə geyim var, bir dənə də bu kofta var. Ümumi 5 dənə geyim var. Çalışırıq bunları alaq. Düzdür, 1000 elmas da olaraq pulunu bəs edəcək. Elə belə bir dənə bəxtimiz yoxdur. Bir də uşaqlar, bu videodan sonra payara pul necə çıxarılır onu öyrədəcəm sizə. Onun videosu gələcəkdir. Hal-hazırda bu elmas xərcləməyə çəkişik. Deməli başlayaq çevirməyimizə. İlk çevirmədə əlbəttə ki 9 çıxmayacaq. 80 çıxsa lap yaxşılar. Deməli 70% çıxdı. Bilmirəm 70% normaldır ya normal deyil. Biz gəlin 70%-ə nə alaq? Qardiyan alaq. 70%-ə qardiyan aldıq. Bir dəfəm də çevirək. 80% qəşəng. 80%-ə gəlin buradan geyim alaq. Geyim alaq, bu oğlana alaq. Bunların heç birini aşmayacaq. Tullayacaq yaddaşa. Bəli, keçək indi bir dəfəm də fırlayaq. Görək neçə çıxacaq. 50 çıxma. 99 qəşəng. 99'a da bu geyimi aldıq. Bunu da tulluruq yaddaşa. Bəli, keçək bir dəfəm də ücretsiz fırlamaya. Görək nə çıxacaq. 60% çıxdı. 60%'ə biz buradan alışıq. 59'a bunu. 59'a bunu aldıq. Kuşağım tamam. Bəli, yenə ücretsiz bir dəfə fırlayırıq. 9 çıxsa qəşəng olar, amma 55 çıxdı. 55 çıxdı, yeniləyək. Yeniləmək. Yenilədik, deməli bu da ən ucuzu 45'ə budur. Bunu götürdük çünki 50%, 55% idi, 50%. Yox, 50%'imiz durur. Qəşəng 75%. Deməli 75%'ə biz buradan qardiyan almaq istəyirəm. Qardiyan, bu qardiyan qəşəngdir məncə. 299 amma deyil məsələ. Ona görə 124'ə yox. Gəlin ucuzuna qaçaq. Gəlin elə belə. Ad dəyişmə kartımız var. Bir dənə bunu alaq, bunu açaq. Açdıq. 50%'imiz var bizim hələ. 50%'ə də 129'a bir dənə yeniləyək gəlin. Yenilədi. 50'yə gör nə şey? 50'yə bundan var. Deməli 50'yə bir dənə bundan aldıq. Deməli bir dənə də 9 elmasa, hər şey 9 elmasa. Deməli bir dəfə fırladıq. Bu da bu qardiyan. Məncə bu qardiyanı 9 elmasa götürməliyəm. Bəli. Gör nə qədər indirim oldu. Qardiyanlar da yığmaq lazım. Qardiyanların sayını göstərəcəm mən sizə nə qədər qardiyanım var. Yəni 9 çıx, 80%, çox super. Deməli bir dəfə də yeniləyib bizim bu da paltarımız qalıbdı. İfadə almamışıq. Gəlin bir dənə ifadə alaq da ən maksimum 80'dir. Deməli bir dənə ifadəmizi aldıq. Bu ifadəmiz yox idi, ifadələrin içində təkdir. Bəli. Gördüyünüz kimi bu da 2 koftamız qalıbdı bizim. Bir dəfə də ücretsiz fırlayaq. 70%. 70%'ını ala bilərik buradan. Bizə sunkamız yoxdur. Sunka aldıq, bir dəfə də ücretsiz fırlayırıq. Qəşəng 9. Deməli 9 elmasa bir dənə biz bunu aldıq. Çox super. Koftanı açmışıq. Bəli, bir dənə də ücretsiz fırlayaq. Çörək ücretsiz. Bu 9 elması olmaq. Oy, 99 elmasa. Nəsə bəxtimiz gətirdi. Əlbəttə ki 99 elmasa bir dənə sən. Ay aças döydüm, yadımdan çıxdı, açdım. Neyse kuşanaq istifadə eləmirik yalnızlar, yalanını açdıq. O qədər paltar var, istifadə eləmirik heç birini. 55%. 55%'ni alaq. Heç nə yoxdur, almasa. Deməli, burada nələr qalıbdı bizdə? Kofta bu da, bəli, kofta bu da. Məncə.
Buftan götürməliyəm, amma 259-a baxadı. Bunun başqa alması heç nə qalmadı. Hər şey aldıq da biz. Ücretsiz fırlayaq yenə də 75%. Məncə alması heç nə qalmadı. Baxaq bu da. Deməli 2 dənə Guardian qalıb. Guardianlar da inanmıram çıxsın. Yəni bir dənə də yoxlayaq sizlə. Çıxır lap yaxşı. Çıxmır öz işidir. Yoxlayaq. İkisi gəlmədi, biri gəldi. 124'ə bunu götürdük. Bir dənə də ücretsiz fırlayırıq. Qəşi 60%. Bu səfər də Guardian gəlsə Guardian götürək. Aha, şum. Deməli götürdük. Deməli bu da bizə lazım olan hər bir şeyi biz götürdük. Deməli baxırıq, saçdı, maşındır, lazımsızdır. Şum, gördük, bunların hamısını götürdük biz. Bunların hamısını aldıq. Deməli 1500 elmas bonu bəs elədi bizə. 1500 elmas. Deməli keçirik kasamıza. Gözləyim, bunun başına gəlin bunu qoyaq. Yəni də saçda bunun saçını qoyaq. Yox, bu saçlıydı, buydu onun üçün. Bəli, belə. Ayaqqabısı olmadı, ayaqqabısı da şəpik yaxşıdır. Belə. Amma belə. Bunu da belə eləyək, bu da belə. Sonra nəyə keçəsidik? Klana, uşaqlar. Deməli, bizim klanımız top 4-dədir. Gördüğünüz kimi klanımız top 4'dədir. Yəni bölgələr üzrə həftəlik top 4'dədir. Yadınıza gəlir, bizdə həmişə pasiyanlı klanımız top 4'də olub, 3'də olub, 2'də olub, belə 1'də olub. Yəni belə sıralamada biz olmuşuq həmişə. Təzədən qayıtdıq klanlarda, təzədən top sıralamaya kasma. Yəni elə belə klanda ölür, klanımız çox süperdir. Klanımızda yəni canavarlar var. Yəni elə belə kasanlar yoxdur. Gündəlik kimlər ki 2000-dən yuxarı kasırsa da gəlib bizim klanımıza üzv ola bilər, klanımıza qoşula bilər. Deməli klan oyunçularımızdır. Deməli hər birimiz hər gün bir yerdə kasırıq. Yəni hər gün hər birimiz bir yerdə kasırıq. Yəni kimlər istəsə gəlib qoşula bilər, klan üzvü ola bilər, bizim klanımıza qoşula bilər. Gündəlik 2000 puan kasmalısınız. Gündəlik 2000 puandır. Kimlər ki gündəlik 2000 puan kasıb bilirsə də gəlib bizim klana qoşulub klan üzvümüz ola bilər. Bəli. 2000 kasmamış odaya girmək olmaz, söyüş söymək olmaz, dalaşmaq olmaz. Yəni qaydalarımız bunlardır. Yəni biz sizdən nəsə tələb eləmirik, bir şey eləmirik. Sadəcə aktiv olub gündəlik 2000 puanınızı qaçırsınız. Yəni həftəyə 15000 puan hazır eləməlisiniz. Hər gün 2000 puan. Yoxsa qalsın mən həftənin axırına qədər çatdı. Elə şeylər olmaz. Yəni kimlər əgər eləyən varsa da, yəni gəlib klanımıza qoşula bilər. Bizim klanda bizlə bir yerdə kasa bilər. Yəni tək Azərbaycan klanıdır. Top sıralamada görürsüz bizim klandır. Yəni bizim klanda kimlər istəsə gəlib kasa bilər. Azərbaycanlı klanlar yoxdur. Bax bu da görürsüz. Məsələn toplanlığa baxırıq. Toplanlıqda Azərbaycanlı klanların heç biri yoxdur. Ancaq bizim klandır. Yəni kimlər istəsə gəlib qoşula bilər klanımıza. Sadəcə sizdən istədiyimiz günə 2000 puanınızı kasmaqdır. Yəni günə 2000 puanınızı kasmaq. Əgər kasa bilərsinizsə, eləyə bilərsinizsə, gəlib qoşula bilərsiniz. Bəyənimiz də 28998-dir. Girirsiniz 2 nəfər aranızdan girirsiniz, bəyəni tulluyorsunuz. Bir dənə bunu 29000 eləyək. Bəyəni bilmirəm, necə 2 bəyəni qalıbdır. 2 bəyəni qalıbdır. İnşallah onu da tamamlayarıq. Bəli, videomuz elə bura qədər. İnşallah təzə video gələcəkdir, yeni video gələcək, yeni videoda görüşmək ümidi ilə. Hər biriniz var olun, sağ olun, hər biriniz özünüzdən müğayət olun. Məsi izləyicilərlə sağollar, Məsi. Ay. İtdən qorxdu qaçdı. İt döydü, canavar idi, tülçü idi, nə idi, qorxdu qaçdı. Gəlin hədiyyələri açaq, izləyicilərimizdən gəlin hədiyyələri açaq. Azıl Ümiddən bizə hədiyyə gəlib. Salam abi, mənim nə bot role kas ID Battle Royale problem yoxdur, kasarıq. İnşallah bir oyun oynayarıq. Adın yadımdadır, füsüm oynayarıq, problem yoxdur. Aldıq, çox sağ ol, var ol hədiyyən üçün. Sonra keçirik, bu lazımsızdır. Bu oyun özü verir 10 puan ödülü. Ləzgindən bizə hədiyyə gəlibdir. Çox sağ ol Ləzgin, xarakterinizə görə var olun. Sonra Nev Sinan bizə hədiyyə gəlib. Çox sağ ol, var ol hədiyyə üçün. Sonra Cıqı Ümiddən bizə, Ümid 313-dən bizə hədiyyə. Cansan abi, çox sağ ol, qadan alam.
Sonra Aman Qasımov, ondan bizə hədiyyə gəlib. Sevilirsən abi, çox sağ ol qadınam, var ol. Alok. Alok o vaxtı ən məşhur şeylərdən biri idi. Dünya çatı yadınıza gəlirsə açıq olanda hamı Alok hədiyyəsi istəyir. Alok at, hamı Alok istəyirdi. O vaxtı yəni Alok çox məşhur idi. Merdən hədiyyə gəlib. Çox sağ ol. Hədiyyən üçün var ol. Bəli, hədiyyələrimiz də bu qədər. Nə qədər hədiyyələr gəlibdi bizə? Çox hədiyyələr gəlib. Bu da bu hədiyyədir. Bunda biz çoxlu hədiyyələr gəlib. Çox sağ olun, var olun hər biriniz. Allah canınızı sağ eləsin. Allah amanət.